Valla başa düşünüyorum, Dede xanımı siz niyə hər yerdə hallandırırsınız? Siz gitsiz ola. Sizin başınız çatmır ola. Valla siz dəlisiz ola. Dede xanım harda hər yer gəldi? Allah'ın dostu adamın nəslini nəsil oraya düzəldir, qardaş. Deməli bu Səadət, Zapanın 4-də PK-sında olan bir dənə şalantılı xabilət. Səadət götürüb, bunun anası Pərvanə, Könül xanım kimsə, onun adını verib 400-500 manat pul tuturlardan baş. Siz nə edirsiniz ola? Kim də Könül xanım? Onu tabii çıxardacağım mən. Onu Nazir Dövlət Təhlükəsizlik Xidmətinə xüsusi bir video çəkəcəm. Bu əsassızdır, bu mütləq olmalıdır. İncide çok olur. 4-də oynayır, səni incitməyəcək, səni qayıracaqlar, səbəb ol. İstemiyorum. Bunlarla uğraşmak istemiyorum. Onun bir dənə qardaşı var, adı Eldardır, ki, böyle qeyrət damarcığıdır, qanına böyle sırgözünə oğlandı, ayıldır. Boynun avtovağzanın kurub olub, Eldar, bazıya bax. Belə bazı olur, Eldar. 5 dənə kişinin yanında hörmətli oğlansa, belə bazı olur, Eldar. Hə? Belə bazı olur, hansı yaxşı olan batısını belə TikTokda çıxardır? Hansı yaxşı olan batısını belə TikTokda çıxardır, hə? Görüm o kimdir? Aa, bunu kimin nömrəsidir? 77 FM 107. Aha. Aydındır. Məsələ bilirsiniz nədir? Məsələ bilirsiniz odur ki, bahalı həyat yaşayan ya kişilikdən xəbər olmayan olur, ya da qəhbən biri olur. Həmişə bahalı həyat yaşayan normalda beləncəsində olur. İraq yaxşılarından. Amma İraq yaxşılarından deyəcəm, bəziləri deyəcəm, qəhbələr aparıb özünü yaxşıların arasına qoyacaq. Zaten 24'lü yayımda olan bir kız var, Səadət. O şimdi izləyicilərdən birinin üstünə xox edib ki, mənim anam DTK-da işləyir. Səni tutub bastıraram səni. Ben neredeyim? DTK-da işləyən qızın anası. Hə, cəmaatı cüküşümüzə sarılmayın ha. Şəhid qızı. Bu Səadətin babasının şəklidir. Görürsünüz əgər. Səadətin babasının şəklidir. Düzdürmü? Realda şəhid qızı deyil. Yəni bu kişi yol hərəkəti qəzasında həyatını itirib. Şəhid qızı belə geyinmir. Bu video olmur şəhid qızı.